Qadınlar səssiz gücün, mərhəmətin və dözümlülüyün simvoludur. Qadınlar öz ağrılarını gülümsəmələri ilə, təbəssümləri ilə gizlədər. Həyatın ən ağır yükünü çiyinlərində də daşısa da incə görünən varlıqlardır. Qadın özü həyatdır. Sağlam qadın, sağlam gələcək, sağlam ana və sağlam həyat deməkdir. Lakin bəzən təəssüf ki, qadınlarımız öz sağlamlıqlarını ikinci plana atırlar. Bəzən qadın orqanizmində səssiz və çox diqqət tələb edən bir qonağımız olur. Hansı ki, bu qonaq uzun bir müddət bizlə bərabər şəkildə həyatımızda birgə olur, səssiz şəkildə bizlə birgə yaşayır, lakin bəzən isə qadınların orqanizmində çox ciddi dəyişkənlik və fəsadlar verə bilər. Bu qonaq hansı qonaqdır? Təbii ki, bu qadın orqanizmində ən çox rast gələn patologiyalardan biri olan uşaqlığın miyomatoz düyünləridir. Mən qısa şəkildə miyomalar haqqında bir məlumat vermək istərdim. Uşaqlıq miyomaları xoşxassəli işlər qrupuna aid olub, estrogen-progesteron balansının pozulması nəticəsində yaranır. Yerləşməsinə görə var submukoz düyünlər, hansı ki, daxilə doğru inkişaf edir, var intramural əzələ qatında və subseroz. İstənilən miyomatoz düyünlər böyümədiyi sürəcə qadın orqanizmində heç bir fəsad verməz. Lakin əgər bu miyomlar aktiv şəkildə böyüyürsə, artırsa, artıq qadın orqanizmində ciddi fəsadlar, qanaxmalar, hətta sonsuzluğa qədər gətirib çıxara bilər. Ona görə bədəninizdə hər hansı bir dəyişiklik, istər menstruasiya zamanı qanaxmalar, ağrılar olarsa, mütləq şəkildə həkimə müraciət etməliyik.